Salam dəyərli izləyicilər, daha bir faydalı məlumatı diqqətinizə çatdırıram, videonu paylaşa bilərsiniz. Bu bitki əsəbləri sakitləşdirir, stres və yorğunluğu azaldır. Təbii ki, bax bu da müasir dövrümüzün ən böyük problemlərindən biridir və söhbət hansı bitkidən gedir. Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitkilərdən biridir və bu bitkinin insan sağlamlığına çox faydaları var və hansı faydalardır? Diabet xəstələri, baş ağrısı olan xəstələr, ürəkbulanma, ağciyər problemləri, astma, artrit, depressiya, diş əti xəstəlikləri, yorğunluq, ishal, həzmsizlik və bir sıra xəstəliklərə faydalıdır. Həzm sisteminin düzgün işləməsini təmin edir, qəbzlik probleminin yaranmasının qarşısını alır, əsəbləri sakitləşdirir, stres və yorğunluq kimi bir çox simptomları azaltmağa kömək edir. Bədəni infeksiyalara qarşı qoruyaraq immunitet sistemini gücləndirir. Müntəzəm və balanslı şəkildə istifadə edildikdə konsentrasiyaya müsbət təsir göstərir, zehni qabiliyyətin inkişafına, yaddaşın güclənməsinə fayda verir, qan şəkərini tənzimləyir, qaraciyər və ürəyin fəaliyyətinə faydalı təsir göstərir. Həmçinin xolesterin səviyyəsini balanslaşdırır. Bir bitkidə görün nə qədər faydalar var və tərkibindəki C, B12 vitamini və fosfor sayəsində antioksidant xüsusiyyətlərə malik olan jenşen orqanizmdən toksinlərin çıxarılmasına kömək edir. Xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malikdir. Bir çox tənəffüs xəstəliklərinin qarşısını alır və nəfəs almağı asanlaşdırır. Bu bitki bədənin enerji istehsalını artırmağa kömək edir. Gün ərzində daha dinamik, aktiv və enerjili qalmağa yardımcı olur. Eləcə də bədəni gücləndirərək yaşlanma əleyhinə təsir yaradır. Doğuş ağrılarını azaltmaqda təsirlidir. Bundan başqa saç tökülməsinin qarşısını alır. Jenşen suda qaynadılıb çay kimi istifadə oluna bilər. Bunun üçün dilimləyərək fotoda da görürsünüz dəyərli izləyicilər. Üzərinə isti su əlavə edib içməzdən və əvvəl dəmlənməsi üçün bir neçə dəqiqə gözləmək lazımdır. Lakin həddindən artıq istehlakı qəbul edilməsi isə bəzi yan təsirlərə də səbəb ola bilər və videonu istərdim hər kəs paylaşsın.